Necəsiniz dostlar? Son 2 gündür Səidə Sultanın televiziyalara müraciəti və sərt şəkildə teleaparıcıları tənqid etməsi gündəmə bomba kimi düşüb. Ardıcan əməkdar artistlər Abbas Bagirovun fikirlərini oxudum. Lalə xanım Məmmədovanın fikirlərini oxudum. Hüseyin Məhəmmədoğlunun çıxışını izlədim. Murad Arifin fikirlərini oxudum. Leyla Rəhimovanın fikirlərini oxudum və belə görünür ki, bu siyahı hələ artacaq. Və mənə yazırsınız ki, nəcə bu haqda fikir bildirmirsiniz? Əslində mən aylardır, illərdir televiziyaları tənqid etməkdən artıq dilim ağzımda quruyub. Amma qısaca belə bir fikir səsləndirəcəm. Əgər bir ölkəni məhv etmək istəyirsənsə, öncə onun mədəniyyətini yox edəcəksiniz. Bugün televiziyalar həqiqətən də bərbad. Bəli, deyəcəksiniz ki, sənin tərbiyəvi televiziya vermir. Mən sizinlə razıyam, mənim tərbiyəmi evimdə anam, atam verir. Amma televiziya mənim tərbiyəmi pozmağa haqqı yoxdur. Zövqümü pozmağa haqqı yoxdur. Çünki bir mənalı şəkildə bunu bilin. Televiziya bizim simamızdır. Radyo isə bizim səsimizdir. Səs yerindədir. Amma simamız hardadır? Bax, bunu bir düşünmək lazımdır. Məyər bizim incə sənətimizi, mədəniyyətimizi dünyada təmsil edən Zeynəb xanım Xalnarova, Allah rəhmət eləsə Rəşid Beybutov, dünya şöhrətli Vaqif Mustafazadə. Amma baxın, hardan gəldik, hara? Elə faciəsi oradadır ki, gəldik, amma hara? Ona görə də bugün reyting xətrinə, bax, bu ilgənc mövzuları televiziyada insanların gözünə soxaraq şuuru altı beyninə yedirtməyin. Artıq insanlar hausla bəslənir. Bunun qarşısını almaq lazımdır. Bu günlərim efirdə bir çox müğənniləri tənqid edirsiniz. Kimlərdir onlar? Elə sizin zamanında bizə təqdim etdiklərinizdir. Deməli, öncə təqdim etdiniz, bu günlərimdə tənqid edirsiniz. Hər ikisini də siz edirsiniz. Ona görə mən bunu aylardır, illərdir deyirəm. Televiziyaları biraz nəzarət almaq lazımdır. Həqiqətən olmaz. Ailə məişət olub. Hara gedirik, biz özümüz bilmirik. Bizim dövrümüzdə danışılmayacaq mövzular var idi ki, insan ar elirdi. Bugün amma efirlərdə rahat şəkildə danışılmayacaq, dilə gətirilməyəcək mövzular mövzu edilir və müzakirə edilir. Ya bugün biz ayıb cümləsini lüğətimizdən silmişik, ya da məhv etmişik.